Elə də geniş olmayan emalatxana, divarlardan asılmış əl işləri, stolun üzərində bir-birindən maraqlı ağacdan oyulmuş kompozisiyalar. Bu mənzərə Səlyan şəhər 4 nömrəli tam orta məktəbinin emalatxanasıdır. 26 ildir təsviri incəsənət müəllimi kimi fəaliyyət göstərən Rauf İbrahimov burada yalnız şagirdlərə dərs keçməklə kifayətlənmir. O, rəhbərlik etdiyi Heykəltaraşlıq Dərnəyində gənclərə ağac oyma sənətinin incəliklərini öyrədir, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına dəstək olur. Müəllim boş vaxtlarını isə yeni sənət əsərlərinin ərsəyə gətirilməsinə həsr edir. Səlyan şəhərində anadan olan Rauf İbrahimov 2000-ci ildə Azərbaycan Pedaqoji Universitetinin Bədii Qrafika fakültəsini, eləcə də rəsm-xətt, təsviri incəsənət və əmək ixtisası üzrə təhsilini başa vurub. O, ilk ağac oyma əsərlərini 26 il əvvəl qoz ağacından hazırlayıb. Müəllifin yaratdığı Bəhram Gur, Xəlil Rıza Ulutürkün büstü, İspan döyüşü və naməlum skripkası kimi əsərlər onun yaradıcılığının diqqət çəkən nümunələridir. Bir müddət bu sənətdən uzaq qalsa da 2019-cu ildən etibarən ağac üzərində oyma sənətinə yenidən qayıdaraq fəaliyyətini daha peşəkar şəkildə davam etdirir. Müasir dövrün memarlıq abidələrindən olan Səlyan giriş qapısında olan Səlyan sözü yazılan bir qala qapı kimi bir şeydir, tikilidir. Həmin onun barelyefini işləyirəm. İşin materialı şam ağacındandır. Belə bir qabaretli formada həmin o qalanın burada işini işləyirəm hal-hazırda, barelyefdir. İşin fon hissəsi yonulur ilkin olaraq. Fon hissə yonulur və sonra qalanın üzərində olan obyomlar, əyriliklər, yumurluqlar orada veriləcək, öz əksini tapacaq. Onun 6 ay ərzində göyrüş ağacından hazırladığı Azərbaycan-Türkiyə dostluğunu əks etdirən kompozisiya isə ziyarətçilərin xüsusi marağına səbəb olur. Rauf İbrahimov bildirir ki, əsas məqsədi qədim ağac oyma sənətini yaşatmaq, bu sənətə gənclərin marağını artırmaq və əldə etdiyi bilik və təcrübəni gələcək nəsillərə ötürməkdir. Səmil Quliyev, Yusif Əliyev, Bu gün informasiya proqramı üçün.